Mövsümü 5-ci yerdə tamamlayan Zirə Avrokuboklara gedən qatardan son anda düşürüldü. Bəli, məhz düşürüldü. Ölkə kubokunun finalında 1-0 öndə olduğu oyunu sabaha uduzması ilə indi Rəşad Sadıqovun komandasını Avroliqa maçları gözləyirdi. Çempionatda isə Zirənin stabilliyi, ilk turlardan əldə etdiyi mövqeyini saxlamağa gücü çatmadı. Qartallar mövsümdə ilk məğlubiyyəti 8-ci turda gələcək çempion Sabahdan aldı. Qış fasəsi ərəfəsində 3 turda cəmi 2 xal qazanması komandanı liderlərdən bir qədər geri saldı. Dekabrda Premyer Liqa tərtilə çıxanda 3-cü yerdə olan Zirə Qarabağdan 8, Sabahdan 9 xal geri qalırdı. Arxadansa Dabanqırma, Turan Tovuz, Sumqayıt və Araz Naxçıvan gəlirdi. Bunlar bir tərəfə, əgər 8 xal geridə qalan Neftçi mövsümün sonunda gəlib Zirəni keçərək Avropaya vəsiqə qazanırsa, bu artıq Zirəlilərin öz səhvidir. 8 xal az fərq deyil. Özü də heyətində 15 legioner oyunçu ola. Zirə Avrokubok yarışında əsas izləyicilərindən həm Neftçi, həm də Turan Tovuzu 3 çempionat maçının heç birində məğlub edə bilmədi. Aprelin 7-sindən mayın 8-nədək olan dövrdə 6 oyundan 5-ni heç-heçə ilə bitirmək isə onların Avrokubok arzularını bitirdi. Ümumiyyətlə, heç-heçə Zirənin xəstəliyidir. Mövsüm boyu hamıdan çox 14 heç-heçə var Qartalların hesabında. İlk altılıqda ən az qol vuran da Zirədir. Komandanın ən çox qol vuran futbolçu isə hücumçu, yarım müdafiəçi yox, müdafiəçi Ruan Renatodur. O da bombardilər siyasında 13-cü yerdə. Zirə bu mövsümə nöqtə qoyub Avropa arzularını dəfn etsə də, qəfildən onların bəxtinə gün doğub. Əgər İdman Arbitraj Məhkəməsi UEFA-nın Turan Tovuzla bağlı Avrokubok qadağasını qüvvədə saxlasa, o halda turnirin cədvəlinə uyğun olaraq Konfrans Liqasında Rəşad Sadıqovun komandası iştirak edəcək. Amma qəflə verilən qərarla Zirə Konfrans Liqasına çətin ki hazır ola. Heyətdən gedənlər var. Hazırlıq planı tam fərqli düşünülmüşdü. Belə Avrokubok maçı oynamaqdansa Zirə üçün Avstriya və ya Türkiyədə 2 yoxlama oyunu keçirmək daha faydalı olardı. Tovuzların Avropadan kənarda qalmasında isə Zirə nə səbəbkardır, nə də günahkar. 7 il əvvəl məsuliyyətsizliyi kimlər edib, qoy onların vicdanı sızlasın.